Salam, gəlin Dünyanigardan deməli testlərimizin izahına baxaq. Deməli bir şey deyim sizə birinci var. There was var idi, bir də there were. Hər ikisi eyni mənanı verir. Sadəcə fərq ondan ibarətdir ki, there was təklik bildirir. Yəni təkdə olan isimdən işlənər və yaxud da sayılmayan isimdən işlənər. There were isə cəm isimdən işlənər. Başlayaq. Birinci testdə baxarıq nə? There ifadəsi var. Deməli və yesterday keçmiş göstərir. Ya was-dur, ya were-dur. Deməli burada heavy snow, snow sayılmayan təkdə olduğu üçün there was. Yenə baxırıq bura. Last year keçmiş zamanı göstərir. Baxıram ki, feilim say feilidir, bir də go feilidir. Last year olduğu üçün hər ikisini keçmiş zamanda götürməliyik. Bunlar da qaydasız feillərdir. Say keçmişdə olur said, go olur went. C bəndi. Baxırıq bura. Deməli, üçüncü testdə a week ago. Ago keçmiş zamanı göstərir. Deməli, burada ya there was-dur, ya da there were-dur. Burada article varsa bilin ki, təklik bildirir, olur there was. Baxırıq bura yenə last month, keçən ay past simple göstərir. There ifadəsidir. There was, there are. Exhibitions cəmdə olduğu üçün olur there were. Baxırıq bura last year keçmiş zamanı göstərir. Visitdə qaydalı feildir. Keçmişdə id qəbul edir. Visited. Sonra baxırıq bura yesterday keçmiş zamanı göstərir. Keçmiş zamanı sualları ilə düzəlir, did ilə düzəlir. Deməli A ola bilər, D ola bilər və C ola bilər. Bu ikisi getdi. Did olanda had keçmiş zamanı bir cümlədə ki keçmiş olmaz. Didlə has işləmir, didlə have işlənir. Yadınızda saxlayın. Feilimiz indiki zamana qayıdır. Had feili have formaya qayıdır. 7-yə baxırıq. Yenə burada yesterday evening, dünən axşam mən onu küçədə gördüm. Deməli feilim see feilidir. C'nin keçmişi so'dur. Kökdən dəyişir. Y bəndi niyə olmur? Didin so olmaz. Bu olmalıydı C. Olsa düzgün olardı. Last Monday keçmiş zamanı göstərir. Baxırıq keçmiş zaman bu var, bir də bu var. Didn't olanlar. Didn't varsa burada idi düşməliydi. Cavab B bəndidir. 9-a baxırıq. 9-da nə deyir? My father ago var. Ago keçmiş zamanı göstərir. Baxıram ki, feilin by feilidir. Deməli by'ın keçmişi bought. C bəndi. In my childhood yenə keçmiş zamanı göstərir. Listen-da qaydalıdır. Keçmişdə idi qəbul edir. Olur B bəndi. Niyə Y götürmürük? Did olduğu yerdə idi düşməlidir. Düşməndilər. 11-ə baxaq. Ago var yenə uşaqlar. Build feilinin keçmiş zamanı olur. Build. D bəndi. Yesterday var. Rain qaydalıdır. İdi qəbul edir. Rained. Yenə ago var. See feilinin keçmişi saw. Çox dərinliyə ehtiyac yoxdur. Keçirik bura. Əksidən, deməli, ago var. Take feilinin keçmişi took. Sonra burada did var. Aha, yesterday keçmiş zaman. Did varsa feilimin hansı formaya qadirdir? Birinci formasına. Olur sing. Başa düşdünüz? Song mahnı deməkdir. Bunu çıxırsınız o heç. Sing feili. Deyir ki, dünən John orkestrla oxuyurdu. Sing mahnı oxumaq. Əslində, keçmiş zamanda sing, sang olur. Amma did olduğu üçün ilkin formaya qadir. Baxırıq bura. Yesterday var keçmiş zaman. Are indicative, is indicative, will gələcəkdir. Ya was-dur, ya were-dur. Burada e artikli olduğu üçün təklik D bəndi. Baxırıq bura ago var. Start feili qaydalı feildir. Started. 18. Deməli yenə baxırıq burada 18-də. Yesterday keçmiş zamanı göstərir. Islər, arar, gələcək. Will be, shall be gələcək zamanda. Burada da e artikli olduğu üçün there was B bəndi. Ən onun təkdə olduğunu bildirir. Last summer keçmiş zamanı göstərir. By feilinin keçmişi bought. School yesterday keçmiş zamanı göstərir. Sənin qardaşın deyir, dünən məktəbdə idi. Keçmiş zaman indikilər çıxdı. Was-la were qaldı. Bu səhv düşübdür bu izlər ikisi də. Deməli, qardaş da təkdə olduğu üçün sənin qardaşından gedir söhbət. Burada yoxra yox, brazaya baxırsan. Sənin qardaşın. O da təkdə olduğu üçün A bəndi. 21-ə baxırıq. In my youth gəncliyimdə demək. Hansı zamanı göstərir? Keçmiş zamanı. Travel-da qaydalıdır. İdi qəbul edir. Traveled. Baxın, 10 years ago keçmiş zamanı göstərir. Ayda da keçmiş zamanda 10 il əvvəl mənim dostum və mən. Yəni we, biz deməkdir bu. And I var, biz. We-də keçmişdə were olur. He 2015-də baxın keçmiş zamanı göstərir. Flying keçmişi flew. C bəndi. Biz last year keçmiş zamanı göstərir. Go-nun keçmişi went. C bəndi kökdən dəyişir. 25-ə baxırsınız. 25-də ago keçmiş zamanı göstərir. Zaman zərfimizdir. Deməli, feilin baxıram ki, see feilidir. C'nin keçmişi saw. 26.
Bax, özdə buradan keçmişdə olduğunu hardan bilə bilərik? Bax, bura keçmişdirsə, burada keçmiş olmalıdır. Baxıram, burada doesn't, bunlar keçməmişəm sizdən, bunlar getdi. Deməli, G bəndi ilə B bəndi didn't və ya da enjoyed keçmiş zamandadır. Bu zaman nəyə baxırıq? Tərcüməyə. Çünki ikisi də düzdür. Əgər burada bunun sonunda id olsaydı, bu variantı atardım, qoymayıbdı. Deməli, düzdür ikisi də, amma tərcümə. The film wasn't very good. Film qəşəng deyildi. Mən ondan çox zövq aldım, yoxsa almadım? Zövq almadım. Film yaxşı deyildi. Last night keçmiş zamanı göstərir. Stop qaydalıdır. Baxın, idi. Yesterday keçmiş zamanı göstərir. Qaydalıdır. A bəndi. Niyə götürmürəm? Çünki didn't varsa idi düşməli idi. 29-a baxaq. 29-cu testdə John did bayaqki kimi. Yesterday keçmiş zamanı özdə. Sing a song, mahnı oxumaq, sing A bəndi. Fe'lim indiki zamanda olur, did olanda. Yəni ilkin formada olur. Buy'ın keçmişi, bax bu last week keçən həftə keçmiş zamanı göstərir. Buy'ın keçmişi də bought C bəndi. Yəni qaydasız fe'lərdə işləyək. Deməli, qaydalı fe'ləri seçin deyir. Bəzən testlərdə variant çıxmaq bizim üçün çox yaxşı olar. Qaydasızları çıxmalıyıq. Swim qaydasızdır. Sing qaydasızdır. Make qaydasızdır. Teach qaydasızdır. Put qaydasızdır. Olduğu kimi qalır. Put. Bu da qaydasızdır. Cavab B bəndi. Open, listen, want. İkisi də idi qəbul edir. 2-yə baxırıq. Qaydalı fe'lər soruşur. Fall, fail, feel, failed. Getdi. Leave, left. Getdi. Kökdən dəyişir. Come kökdən dəyişir. It kökdən dəyişir. Begin kökdən dəyişir. Swim kökdən dəyişir. Hear kökdən dəyişir. Make kökdən dəyişir. Cavab D bəndidir. İdi qəbul edir üçü də. Qaydalı fe'lər soruşur. Yenə go kökdən dəyişir. Meet kökdən dəyişir. Take kökdən dəyişir. Burada tell kökdən dəyişir. Burada come kökdən dəyişir. Leave kökdən dəyişir. Cavab D bəndidir. 4-ə baxırıq. 4-də yenə bizdən qaydalı fe'lər soruşur. Qaydalı fe'lər soruşur. Win kökdən dəyişir. Cost kökdən dəyişir. Fly kökdən dəyişir. No kökdən dəyişir. Hang kökdən dəyişir. Blow da kökdən dəyişir. Sonra bu da kökdən dəyişir. Bu da kökdən dəyişir. Bu da cavab Y. Üçü də idi qəbul edir. Yenə qaydalı fe'lər soruşur. See kökdən dəyişir. Feel kökdən dəyişir. Fly kökdən dəyişir. Drive kökdən dəyişir. Cavab D'dir. Yenə qaydalı fe'l. Be kökdən dəyişir. It kökdən dəyişir. Write kökdən dəyişir. Sing kökdən dəyişir. Rise kökdən dəyişir. Cavab C bəndidir. 7-də. Deməli, take kökdən dəyişən fe'ldir. Go kökdən dəyişən fe'ldir. Sell kökdən dəyişir uşaqlar. Leave də kökdən dəyişir. Drive kökdən dəyişir. Make kökdən. Write, teach kökdən dəyişirlər. Cavab A bəndi. Yerdə qalanlar 7 qəbul edir. 8-ci test. Yəni burada izah edilənəsə xüsusi bir şey yoxsa cəzbələməlisiniz. 8-ə baxırıq. Drive kökdən dəyişir. Put kökdən dəyişir. Bu da kökdən dəyişir. Bu da kökdən dəyişir. Bu da kökdən dəyişir. Bu da kökdən dəyişir. Cavab B bəndidir. Qaydalı fe'lər soruşur. Sell kökdən dəyişir. Put kökdəndir. Rise kökdəndir. Send kökdəndir. Üçü də hamısı kökdəndir. Getdi. Have kökdəndir. Getdi. It kökdəndir. Learn kökdəndir. Getdi. Gave. Give. Drive, cut kökdəndirlər. Draw, stand, sing kökdəndir, amma open düzdür, qaydalıdır. Amma ki, hamısı deyil də, cavab dedi. Asked, dressed, watered, watched. Ona baxırıq, düzgün, qaydasız fe'llər. Deməli, qaydalı, sonra qaydasız olanı seçməlisən. Yəni, birinci qaydalı olmalıdır, sonra qaydasız. Bax, fly qaydasız, spend qaydasız. Bizə qaydalı lazımdır birinci isə. Take qaydasız. Amma correctlə open qaydalıdır. Amma ikinci isə də bizə qaydasız fe'l lazımdır. Collect qaydalıdır burada. D bəndi. Başa düşdünüz? Yəni, birinci sırada qaydalı götürməlisən, ikincidə qaydasız götürməlisiniz. 11-ciyə baxaq. Deməli, pair of regular, irregular. Yenə eyni qaydada. Birinci qaydalı, sonra qaydasız. Bu qaydasızdır. Qaydalı, qaydasız. Qaydasızdır. Qaydalıdır. Bu qalsın. Qaydasızdır. Bu getdi, bu qaldı. Qaydalı lazımdır. İkisi də qaydalıdır, amma ikinci qaydasız olmalıdır. Use burada ikincidə qaydalıdır, qaydasız lazımdır. Cavab B-dir. Bu lost itirmək qaydasızdır. Baxıram yenə qaydalı, qaydasız seçməliyəm. Qaydalı, here qaydasızdır, bu getsin. Look da qaydalıdır, yox qalsın bunlar. Üçü də hamısı qaydalıdır. İkinci tərəfdə qaydasız lazımdır. Bax, finish qaydalıdır, water, describe qaydalıdır. Cavab B bəndidir. 13-də yenə irregular soruşur, qaydasız. Qaydasızlara baxaq. Qaydasızlar lazımdır mənə. Baxaq, clean təmizləmək qaydalı fe'ldir. Dance də qaydalı fe'ldir. Listen qaydalı fe'ldir. Watch qaydalı fe'ldir. Sonra copy qaydalı fe'ldir.
Turn burada qaydalıdır. Turn, turned idi qəbul eləyir. Cavab B bəndidir. 14-ə baxırıq. Yenə qaydasızlar soruşur. A bəndində ask qaydalıdır. B bəndində üçü də qaydasızdır. C bəndində play qaydalıdır. Burada carry qaydalıdır. Burada da paint qaydalıdır. Cavab B bəndidir. Hamısı qaydasızdır. Baxıram, bura yenə qaydasız soruşur. Cavab A bəndidir. Bax, burada ikincidə study'ni çıxırsınız. Burada follow-nu çıxırsınız. Burada bunu çıxırsınız. Burada da carry-ni çıxırsınız. Reply da qaydalıdır. İdi qəbul edir. Yenə qaydasız soruşur. Baxaq bura. Elə adı, baxaq, look qaydalıdır, ask qaydalıdır, qaydalıdır, qaydalıdır. Bu da qaydalıdır. Cavab nə olur? A bəndi. Baxırıq bura, qaydasız soruşur, qaydalıdır. Sonra baxıram bura, elə cavab B bəndidir. Bunlar qaydasızdılar. Study qaydalıdır, promise qaydalıdır, arrive da qaydalıdır, bu da qaydalıdır. Bəzən fe'lər gözümdən qaça bilər. 18-ə baxırıq. Irregular soruşur. Deməli, stay qaydalıdır, bu qaydalıdır, open qaydalıdır, save qaydalıdır. Cavab A bəndidir. Qaydasızlar. Elə yenə close qaydalıdır, getdi, follow getdi, stand, bir dəqiqə. Elə budur, cavab qalsın. Change qaydalıdır. Burada bir dəqiqə, irregular, stand. Stand, understand ilə qatdım. Deməli, understood, bir dəqiqə, bağışlayın, fikrim qarışdı, üzr istəyirəm. Deməli, baxırıq, close qaydalıdır, getdi, follow qaydalıdır, getdi, deməli, stand qaydalıdır, getdi, close qaydalıdır, getdi, change də qaydalı idi burada. Baxırıq, understood, ay Allah, yenə qatdım, cried, burada qaydalıdır, hold qayda, stand, stood olur, cavab C bəndidir burada. Cry fe'li burada çıxmalıdır. O hissəni daha kəsə bilməyəsiyəm. 20-yə baxırıq, qaydasız fe'lər soruşur. Deməli, baxaq. Explain qaydalıdır, cry qaydalıdır, close qaydalıdır, snow qaydalıdır. Cavab A bəndidir.